Elçin müəllim, xoş gördük. Hoş gördük Tural, hoş gördük əziz bizi izləyənlər. Bu günlərdə əhvalınız necədir? Əslində özümə qalsa babatam, amma ümumən xəbərləri oxuyanda, televiziyadakı xəbərləri izləyəndə, təbii internetə baxanda, müxtəlif yorumları, müxtəlif hadisələrə yanaşmaları görəndə sözün doğrusu heç bilmirəm. Babatam yoxsa çox qarışıq bir vəziyyətdir. İçərisində olduğumuz mühit kimi yəni? Təbii içərisində olduğumuz mühit bizi həmişə müəyyən, belə deyək, çalarlara, müəyyən hisslərə doğru yönəldir. Çünki mühitsiz insan olmur, insan da mühitsiz olmur və mühit insana təsir eləyirsə, insan da mühitə ona elə gəlir ki, tək başına təsir eləyə bilər, amma çox təəssüf ki, tək başına heç nə eləmək mümkün deyil. Mühit demişkən, bizim mühitimiz təbii ki, sizinlə hal-hazırda içərisində olduğumuz studiyadan ibarət və yaxud da bir şəhərdən, bir ölkədən ibarət deyil. Bizim dünya boyda mühitimiz var və təəssüf ki, bugün böyük mühitimizdə heç də xoşa gəlməz hadisələr baş verir. Elədir. Məhz sizin yorumlarınız həm oxucular üçün, həm bizim üçün maraqlı olardı. Bugün böyük mühitimizdə baş verən ən mühüm hadisələri dəyərləndirsək. Elçin, dünya nəyə görə yenidən 20-ci əsrin əvvəllərinə və yaxud da biraz da geriyə 19-cu əsrə gedib çıxmaq ehtiyacı hiss elədi? Yeni-yeni ümidlər yaradan dünya, yenidən müharibələr, güc vasitəsilə qüvvələr balansının dəyişməsi və kim güclüdür, o haqlıdır prinsipi yenidən gəldi, hakim oldu. Sözün doğrusu Tural, bu proses heç vaxt dayanmamışdı. Sadəcə olaraq biz ümumən dünya qlobal miqyasda götürsək, daha mədəniləşir, texnologiyalar genişlənir, yeni-yeni texnoloji kəşflər edilir. Həm tibbdə var, texnikada var, insan nə bilim kosmosa uçur. Bizə elə gəlir ki, artıq biz yerlə əlləşmirik, göylə də əlləşirik. Amma əslində belə çıxır ki, nüfuz uğrunda, güc uğrunda, təsir uğrunda digərlərindən nəyisə qoparmaq uğrunda mübarizə heç vaxt dayanmayıb. Sadəcə olaraq onun belə deyək, zahiri görkəmi şəkli dəyişir. Dalam qabaq cəngavərlər var idisə, qabaq belə deyək, süvari döyüşçülər var idisə, piyadalar var idisə, indi texnikadır. Bir çox hallarda müharibələr artıq belə deyək, insanlar tərəfindən yox, texnoloji tərəfdən daha gəlişmiş, daha inkişaf eləmiş tərəflər tərəfindən taftologiya çıxdı, amma tərəflər tərəfindən udulur. Çünki indi dronlar əmələ gəlibdir, həmin dronlar demək, bizim son vətən müharibəsində də kifayət qədər geniş istifadə olundu. Texnologiyalar var, yeni silahlar var və belə deyək, uzaqdan komanda, uzaqdan kullanılan, işlədilən silah növləri əmələ gəlib. Amma əslində insanlar yenə də nüfuz uğrunda mübarizə aparırlar. Elə tutalım, son 2 həftə deyək, İran-Amerika münasibətləri, Amerikanın İrana təsir göstərməsi, Amerikanın bütün hərbi hava və hərbi dəniz qüvvələrini İranın ətrafında toplaması həm Aralıq dənizində, həm
Körfəzdə, həm İsrail tərəfdən. Bu onu göstərir ki, biz savaşıb 30 illik müharibəmizi bitirdik, amma yenə də bizdən asılı olmayan səbəblərdən digər müharibələr bizim qapımızı döyür və bizim qapımızın kəndarındadır. İnsanı bu həvəsdən salır, ümiddən salır. Bu mənada ki, biz artıq müharibədən çıxmışıq və artıq müharibə istəmirik. Biz dinc quruculuqla məşğul olmaq istəyirik. Amma ətrafda, bölgədə baş verənlər böyük qüvvələrin bir-birinlə çəkişməsi, tartışması bizi olduqca narahat edir. Bax Elçin müəllim, İran məsələsinə toxundunuz. Mən prezident olsaydım filan yerdə müharibə olmazdı. Mən prezident olsaydım filan kəsin torpağına göz dikməzdi kimi şüarların müəllifi Trump. Sonra da dünyadan küsdü ki, mənə niyə Nobel sülh mükafatı vermirsiniz? Axı mən sülh gətirmək istəyirəm, filan eləyirəm. Və həmin Trump bugün daha böyük müharibəyə imza atmaq ərəfəsindədir. Söhbət İran ətrafındakı böyük müharibə hazırlığından gedir. Sualı ironik səsləndirəcəm. Acıqla mı edir Trump bunu? Kimdən acıq çıxır? Nobel ala bilmədiyi üçünmü, yoxsa? Yox, mən məsələni belə cılızlaşdırmazdım. O, heç kimdən acıq çıxmır. Trump biznesmendir, tacirdir, yəni bizim dildə desək. Və onun atdığı addımlara fikir verin. Hamısı saziş də demir, rus dilində сделка deyilir, İngiliscə deal deyir. Yəni alış-veriş mənasındadır. Şərt qoyur ki, bunu belə elə, deyəndə ki, axı bu belə olmamalıdır. Qadir ki, onda mən idxal rüsumlarını 5%-dən 25%-ə qaldırıram. Bu nədir? Bu alverdir. Mən bayaq o sözü işlətmək istəmirdim o şəkildə. Və Trump bir çox hallarda adama elə gələ bilər ki, çox belə bəsit bir düşüncəli adamdır, amma elə deyil. Fikir ver, gör, demək, Trumpa qarşı dura bilən dünyada iki böyük qüvvə var. Çin və zəifləməkdə olan Rusiya. Amma hələ tam yəni sıradan çıxmayıb. Mövqeləri, yəni ərazisi böyükdür, nüvə silahı var və s. və ilaxır. Çin güclü şəkildə iqtisadi cəhətdən Birləşmiş Ştatları sıxışdırmağa başlayıb. Bu da Amerikaya sərf eləmir. Trump da biznesmen olduğu üçün, yəni tacir olduğu üçün fikir ver, Venezuela'da neynədir? Adının qoyduğu demokratiya, insan haqları pozulur, nə bilim, narka biznes geniş şəkil alıb, narko ticarət belədir, elədir. Oranın prezidentini götürdü. Yerinə indi hələ müvəqqəti olaraq bir adam durur. Amma artıq Venezuela'da insan haqlarının qorunmaması onu bir o qədər maraqlandırmır. Keçdi arxa plana. Əsas odur ki, neft, Venezuela nefti, onun hara daşınması, necə satılması Trump'ın, yəni Amerika Birləşmiş Ştatlarının nəzarəti altındadır. Belədirsə, növbəti mərhələ nədən ibarətdir? Çin. Venezuela'nın demək, neftinin çoxsu Çin tərəfindən alınırdı. İndi gəlirik İrana. İran demək, dünya neft bazarının, yəni mümkün yataqlarının 13%-ni təşkil edir. 13% neft İrandadır. Qazdan söhbət getmir hələ. Bu böyük bir rəqəmdir və İranı nə qədər, neçə illərdir sanksiyalar altındadır, nə bilim, embargolar var, onların maliyyəsi Qərb
banklarında, Avropa banklarında dondurulub, amma İranı dizini yeri gətirə bilmirlər axıracan. İndi İranın özündə keçən ilin son günlərində etirazlar başladı. Çünki iqtisadiyyatı çox pis gündədir. Nə pulu var, öz proksi qüvvələrinə yönəldir, silahlanmaya yönəldir. Amma daxili bazarda əhalinin vəziyyəti bir o qədər də yaxşı deyil. İqtisadi cəhətdən və eyni zamanda da insan, demirəm demokratiyası, amma insan azadlıqları, sərbəstliyi həddindən artıq dar çərçivələrə yerləşdirilib. Ona görə əslində mən bu günlərdə bir İranlı xanımın sözünə qulaq asdım. Dedi ki, biz demokratiyadan o qədər danışmırıq, biz sadəcə insan kimi yaşamaq istəyirik. İnsan kimi yaşamaq da bu iqtisadi vəziyyətdir və insanın sərbəstliyidir. Ay, başına papaq niyə taxdın, yaxud papaq taxmadın, niyə şalvarda gəzdin, yaxud nə bilim qısa ətəkdə gəzdin, bütün bunlar insanları yorur. Və fikir ver, İran neftinin ən böyük alıcılarından biri yenə Çindir. Çin düzdür, çox aşağı qiymətlərlə alır onu, amma yenə də İran üçün bu çıxış yoludur. Satır və onun əvəzinə öz hakimiyyətini qorumaq üçün vəsait əldə edir. İndi Çinin məsələn çox maraqlı bir məqam var. Mənim yaxın dostum Eltən Qədimbəli, jurnalist həmkarımızdır. Onun bir yazısı var idi. Biz də Aynada çap elədik onu. O, Süveyş kanalının belə deyək, nə qədər vacib olduğu barədə yazı yazmışdı. Son zamanlar mən görürəm ki, məsələn, bizim keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov bir, belə deyək, status yazmışdı ki, Zəngəzur dəhlizi, yəni trip dediyimiz Trump'ın dəhlizi qara yolları üçün yer üstü torpaq yol olan Süveyş kanalıdır. Boşuna demir. Düzdür, indi Süveyş kanalının iş qabiliyyəti filan o həddindən artıq həcm böyükdür. Amma bizim o Zəngəzur dəhlizini elə bilmə ki, Trump nə bilim elə ürəyi ya ermənilər üçün gedirdi, ya bizim üçün. Onun öz maraqları var. Demək, orta dəhliz deyilən bir məfhum var. Həmin o orta dəhliz onu eyni zamanda yeni Çin İpək yolu da adlandırırlar. Çünki Mərkəzi Asiya ölkələri vasitəsindən Qazaxıstandır, Xəzər dənizidir, Azərbaycandır. Oradan sonra Gürcüstan vasitəsindən Türkiyə, Avropaya çıxmaq olur. Amma indi ən qısa yol olacaq Zəngəzur dəhlizi, Trump dəhlizi. Nəyə görə eləyir? Ki, Çindən gedən eksportu, mümkün eksportu, hələ bir elə böyük həcmlər yoxdur, onu nəzarətində saxlasın. Qrenlandiya, nəyə görə Qrenlandiyanı istəyir? Orada şimal marşrutu var. Yəni, düzdür, o qış zamanı donur, buzlar olur, buz qıran gəmilərdən istifadə olunur. Amma yenə də ilin müəyyən fəsillərində o marşrutda var. Yəni, Çin o yolla da öz, belə deyək, məhsullarını dünya bazarına çıxarda bilər. Qrenlandiya nəyə görə istəyirdi?
Bu da marşrutun üstündədir. Ona da nəzarət eləmək istəyirdi. Venezuela məlum oldu. Burada bu tripdir, yəni Trump'ın marşrutu, bizim Zəngəzur dəhlizi dediyimiz və bu biri tərəfdən də məsələn Qırmızı dənizdə dəniz quldurları bilirik ki, neçə illərdir tankerlərin qabağını kəsir, nə bilim, hətta Amerika, İsrail hərbi gəmilərinə belə hücumlar eləyirlər. Orada müəyyən təhlükələr olduğuna görə bir çox dəniz daşıyıcıları onlar yolu dəyişirlər. Gedirlər Cənubi Afrikadan, daha doğrusu Afrikanın cənubundan aşağıdan fırlanıb bir də qalxırlar Avropa tərəfə. Bu da həmin marşrutu bir 10 gün ən azı uzadır. 10-15 gün uzadır. Həm də burada sığorta şirkətləri gəmilərin və onların daşıdığı yükləri sığortaladıqca və orada gərginlik Qırmızı dənizdə dəniz quldurları olduğuna görə o risklər artır və bunlar da sığortanın məbləğini artırırlar. Deməli, 5 qəpiyə olan şey olur 7 qəpiyə. Sonra logistika uzanır, burada bir 2-3 qəpik də gəlirsən, hərçənd dəniz yollarından daşımalar, yük daşımalar ən ucuzlarındandır. Yəni, yerüstü daşımalardan ucuzdur. Amma həm vaxt itkisidir, həm də bu xərclərin artmağı, bunlar mane olur. Və Trump ona görə bütün bu marşrutları əlində saxlamaq istəyir ki, Çin ona öz ticari cəhətdən, iqtisadi cəhətdən istədiyini diktə eləyə bilməsin. Çünki maşın bazarına baxaq, avtomobil bazarına, Çinlilər artıq hətta Mercedes kimi böyük şirkətləri az qala dizini yerə gətirir. Yəni bu problemdir. Amerikanın özü üçün də problemdir. Bütün bax elə Azərbaycanın özünə bax. Hara baxırsan Çin avtomobilləridir. Yəni bunlar ekspansiya gəlir, iqtisadi ekspansiyadır və bunun iqtisadi ekspansiyanın qarşısını bu şəkildə almaq istəyir. İndi sonra nə olacaq, alınacaqmı? Və mən ona görə düşünmürəm ki, o müharibə etsin. Olsa müəyyən bəlkə hardasa bir avia zərbələr ola bilər. Yerüstü əməliyyatdan ümumiyyətlə söhbət getmir. Bura məsələn İran Venezuela deyil ki, gecə ilə gəlib prezidentini yatağından çıxardıb aparsın Amerikaya. Hər halda İran bir başqa şeydir. Trumpın və onun arxasındakı qüvvənin məqsədini aydın şəkildə izah elədiniz. Yeri gəlmişkən Trump özü də niyyətini çox gizlətməkdən maraqlı olan siyasətçi deyil. Adam diplomatiya və siyasi leksikondan daha çox sizin qeyd etdiyiniz kimi alverçi dilində, üslubunda danışır. Amma maraqlı olan bu deyil. Maraqlı olan odur ki, Trump bu məqsədinə çata biləcəkmi? Siz bayaq iki böyük qüvvəni qeyd etdiniz, Çin və Rusiya. Trump məqsədinə çata biləcəkmi və bu iki nəhəng dövləti öz amalı uğrunda zərərsizləşdirə biləcəkmi? Bu bir başqa məsələdir. İndi nə qədər alınacaq, alınmayacaq, bunu indi söyləmək mümkün deyil. Amma o bütün o hərbi qüvvəni, Amerikanın 5-ci hərbi dəniz qüvvəsini, 5-ci flot deyək də, onu körfəzlərə yığmaqla bütün qüvvələri, nə bilim, B-52 bombardımançı təyyarələri, filanları, Avropadakı bazalarını İspaniyada konkret gətiribsə, İsraildə hərbi gəmiləri lövbər atıbsa, bütün bu qüvvələrin yığılmağın özü iqtisadi cəhətdən xərcdir. Bunu boş-boşuna eləmir. O həmişə hər qəpiyini sayır.
və məsələn çox yaxşı anlayır ki, uzun müddətli hərbi kampaniya yaxud müharibəyə girsə, qaş düzəltdiyi yerdə gözü də vurub çıxara bilər iqtisadi cəhətdən. Yəni, böyük xərclərdir. Müharibə öz sahillərindən, öz torpağından xeyli aralıda həddindən artıq böyük pullardır və təhlükə də ondan ibarətdir ki, belə müharibəyə girsə, bu artıq, belə deyim, məhəlli müharibə çərçivəsindən çıxaraq qlobal, hətta Allah göstərməsin, 3-cü Dünya müharibəsini gətirib çıxara bilər. Və onda biz Azərbaycan olaraq ələ-ayaqda qala bilərik. Adamı çaşdıran, adamı əsəbləşdirən, adamı rahatsız eləyən bunlardır. Təbii ki, indi proseslər gedir və Birləşmiş Ştatlar bu iki ölkəni ram edə biləcək, bilməyəcək, bunu demək çətindir. Amma hər halda bu boyda xərc çəkib o böyük hərbi qüvvəni bir yerə yumruq şəklində yığmağı yəqin ki, nəyisə hesablayıb, edib. O hesablamalar olmasa, bütün bunları eləmək mümkün deyil. Və burada həmin o marşrutu ələ keçirmək yolunda maneələrdən biri, bəlkə də son maneədir, İrandır. İran əgər, belə deyək, Amerikanın indiki halda Prezident Trump'ın dediyindən oturub duracaqsa, onu nə insan haqları maraqlandıracaq, nə insanların molla rejimi tərəfindən qırılması, kütləvi qırğını, nə bir başqa şey. Və o cəmaata da deyirdi ki, gəlin, kömək gəlir, mən sizə kömək eləyəcəm. Nə oldu bəs? Heç nə yoxdur ortalıqda. Çünki bunun maraqları tamam başqadır. Mən məsələn, təxminən bəlkə 20 il bundan əvvəl olar, Amerikanın dövlət katibinin müavinlərindən biri Bakıda idi və onunla görüşəndə bir sual verdim ki, Amerika üçün Azərbaycanda prioritet nədir? Demokratiyadırmı? Dedi, demokratiya bizim üçün hal-hazırda 3-cü yerdədir. Əsas deyir, bizim demək, neft kəmərləri və qaz kəmərləridir. Yəni, o zaman da hələ Trump yox idi. Trump'ın aidiyyatı, Trump'a heç bir aidiyyatı yox idi. Amerikanın öz maraqları var. Geosiyasi və belə deyək də, iqtisadi maraqları. Həmin o maraqlar ilk yerdədir, birinci növbədədir. Ona görə indi ay demokratiya, ay insan haqları, bunlar maraqlar onları üstələyir yəni. Onda həmin şey qalır qırağa və hansı ölkədə, nə bilim, diktatura, avtoritarizm, bunlar onlar üçün keçir arxa plana. İkinci, üçüncü yerə. Sizin ehtimalınız ondan ibarətdir ki, böyük müharibə olmayacaq İranda, nöqtəvi zərbələrlə Amerika öz maraqlarını təmin etməyə çalışacaq. Amma 12 günlük müharibədə bunun isbatını biz görmədik. İran rejimi yenə öz niyyətindən əl çəkmədi. Amerika da təbii ki, öz ambisiyalarından geri durmaq fikrində deyil. O zaman nəyin davası gedir və biz nəyin şahid olacağıq? Nə İran geri çəkilmək fikrindədir? Bu tərəfdən Amerika böyük hərbi donanma yerləşdirib İran ətrafına. Əgər müharibə də olmayacaqsa, o zaman nəyin şahid olacağıq? Bu həngamə nəyin üzərində qurulub? Bu, bilirsiniz, belə poker oyunu var da, kartda. Düzdür, mən o ümumi prinsiplərini bilirəm. Orada bir çox hallarda, bilirsən, loru dildə deyək də,
xox gəlməkdir. Yəni əlində kartın zəif olsa belə sən rəqibi aldada bilirsən. Müəyyən mənada. Elə oynayırsan ki, rəqib əlində güclü imkanları olsa belə bir də görürsən qorxur, çəkinir, pas deyir. Bu saat mənə elə gəlir ki, Amerika bütün bu təzyiqlərlə İrana pas dedirtmək istəyir. Yəni İran əlinin arxasını yerə qoysun deyə bütün bu işləri görür. Amma İran da dirənib. Çünki Çindən də müəyyən məlumatlara görə, amma təsdiqlənməmiş məlumatlara görə hansısa dəstək gəlir, yəni fiziki dəstəkdir. Ona görə mən belə düşünürəm ki, Amerika bəlkə də bu işi görmək üçün daxili sabitsizliyə daha çox fikir verməlidir. Və burada da belə deyək, indi bizim maraqlardır, bizim maraqlar deyil, amma bizim ürəkdən gələn bir məqamımız var. İranın belə deyək, o cinin canı şüşədə olan kimi o şüşə Azərbaycandır. Güney Azərbaycandır. Və əgər daxili sabitsizlik olmağını, yəni başqa cür bu yollarla heç nə əldə eləyə bilməsə, mənə elə gəlir ki, daxildən İranı silkələməlidirlər, amma bunun üçün heç bir hazırlıq görməyiblər və mən belə düşünürəm ki, onlar düzgün stavka eləmirlər. Kürdlərə güvənirlər, amma kürdlərə güvənməkdə böyük səhv eləyirlər. Güvəniləsi İranda, İranın rejimi dəyişilməsində güvəniləsi qüvvə bizik. Yəni Güney Azərbaycanı nəzərdə tuturam, amma bu işte o demək deyil ki, boş yerdə soydaşlarımız qurbanlar verməlidir. Xeyr. Və gəldik ən söhbətimizin kulminasiya nöqtəsinə, bəli, Azərbaycan. Və bizim sizinlə söhbətimizdə bizi ən çox maraqlandıran da İranda baş verənlərin Azərbaycana, yəni həm Şimali Azərbaycana, həm güneydəki soydaşlarımıza təsiri ehtimallardır. Əgər ən pis ssenari baş verərsə, İranda geniş miqyaslı müharibə baş tutarsa, Azərbaycan bundan hansı təsirlər alacaq və düzdür, dövlət səviyyəsində, rəsmlər səviyyəsində açıqlamalar verilir ki, biz bütün ssenarilərə hazırlıqlı olmalıyıq, amma heç də hər şey ssenari üzrə getməyə bilir. O zaman biz nələrə hazır olmalıyıq və biz necə təsirlənəcəyik İran müharibəsindən? Valla sözündürsə, Allah göstərməsin, əgər orada böyük bir müharibə, böyük bir savaş çıxarsa, biz təbii ki, öz belə deyək, hazırlıqlı olmalıyıq və hazırlıqlarımızı görməliyik, amma miqyasca biz o qədər xırdayıq ki, əlimizdən bir şey gəlməyə də bilər. Bu mənada ki, orada müharibə baş verərsə, o tsunamini xatırladacaq. Yəni, adi dalğanın altına baş vurub altından çıxmaq mümkündürsə, tsunami hər şeyi vurub dağıda bilər. Ona görə mən belə bir ehtimalın üzərində dayanmaq belə istəmirəm. Və bayaq söhbətimizin əvvəlində soruşdunuz ki, bəs keyfiniz nətərdir? Keyfim bütün bunlardan asıldı və tək mənim yox. Bütün Azərbaycanın, bütün millətini istəyən insanların, bütün cəmiyyətin və təbii ki, Azərbaycan Respublikasının hakimiyyətinin və dövlətinin diqqət mərkəzindədir. Çünki biz belə deyək də dəvəquşu kimi başımızı quma salıb gizlənsək belə
Yəni bununla məsələ həll olunmur. Yaxud gözümüzü qapasaq, qulağımızı tutsaq ki, nə eşidirik, nə görürük, alınmayacaq. Hazırlıqlı olmalıyıq, amma hərənin öz bir miqyası var. Orada tsunami olarsa, bu çox pis olacaq. Və hər halda mən bu ehtimalı nəzərdən keçirmək istəmirəm və istəmirəm də. Çünki uzun müddətli və böyük müharibə maliyyə və iqtisadi cəhətdən Amerika Birləşmiş Ştatlarına sərf eləmir. Ümidim ancaq bunadır. Ümidim onadır ki, nəsə daxildən bir hansısa qaynamaya, hansısa bir belə deyək, müqavimətə rast gələr. Yəni rejimi nəzərdə tuturam. Elçiməm, çox sağ olun. Bugün yeni həftə başlayır. Sizə təkcə bu həftədə deyil, bir ömür xoş əhval ruhiyyə arzulayırıq. Dövlətimizə, millətimizə və bütün dünyaya qansız, qadasız, müharibəsiz bir gələcək arzusuyla xoşça qalın. Mən də bütün izləyicilərimizə icazənizlə xoş əhval ruhiyyə arzulayıram və arzu eləyirəm ki, biz bir daha müharibə görməyək. Yaxud müharibənin, özgə müharibəsinin qapazını yeməyək. Sağ ol, çox sağ ol.